Bu məşqlərdən başlayaraq biz bir neçə dərs əlavə etmə əmrlərini nəzərdən keçirəcəyik. Bugünkü dərsdə imza və çarpaz linkinə baxacağıq. Gəl əvvəlcə başlayaq imzadan. Görək imzanı müxtəlif obyektlərə, yəni şəkillərə, cədvəllərə, fiqurlara necə əlavə etmək olar. Tutalım ki, bizdə belə bir sənəd var, artıq sizə tanışdır. Mosbet kazinosuna aid olan bir mətindir. Və burada biz bir dənə şəkil yerləşdiririk. Deyək ki, burada. Keçirik Vstavka, Insert tabına və buradan risunki, yəni şəkillər seçirik. Bizim şəkillər bu qovluqda yerləşir. Açırıq və Mosbet mətninə aid olan şəkil seçirik və sənədin içində yerləşdiririk. Əgər sənədin içində bu şəkili ora-bura çəkmək istəyirsinizsə, bunu keçən dərslərdə keçmişdim sizə. Buradan avtomatik olaraq bu rejimdir, bu parametr göstərilir. İstənilən bir parametri seçirsiniz ki, şəkili darta bilərsiniz ora-bura. Gəl şəkli biraz kiçildi. Belə eləyək, tutalım ki. Və bu mətni aşağı çəkim. İndi bax burada şəklin altında mən yazı yazmaq istəyirəm. Deyək ki, bu şəkil 1-dir. Seçirik bu şəkili və ссылки, reference yaxud keçidlər tabına keçib buradan вставить название, yəni şəklin adını yapışdır əmrini seçirik. Belə bir pəncərə açılır. Birinci qrafada naзвание, yəni ad veririk şəkilə. Görürsünüz, avtomatik şəkil 1 çıxır. Burada bu pəncərədə istənilən adı əlavə edə bilərsiniz və istənilən adı seçə bilərsiniz. Yəni sizə lazım olan adı. Məsələn, cədvəl, düstur, fiqur, şəkil. Yəni bu adları rus dilində də eləmək olar, Azərbaycan dilində də eləmək olar, ingilis dilində də eləmək olar və başqa dildə eləmək olar. Hansı dildə istəyirsə eləyirsiniz. Bizə hal-hazırda şəkil lazımdır. Əgər sizə lazım olan yazı burada yoxdursa, onu yaratmaq olar. Basırsınız sazda düyməsini və tutalım ki, burada bir dənə yazı yaz. Deyək ki, öz adımı yazım da. Deyək ki, bax, Namik. Və OK düyməsini basırsınız. Görürsünüz, həmin yazı burada peyda olunur. Əgər lazım olan yaxud lazımsız olan məlumatı buradan yox eləmək istəyirsinizsə, onu buradan seçirsiniz. Tutalım Namiki yox eləyikdir, bizə lazım deyil. Seçirsiniz və buradan udalit, yox et. Üstündən basırsınız və Namik yazısı yox olur. Əgər nömrələnmə belə istəmirsinizsə, burada bir neçə variant var. Baxasını istəyirsiniz, cəmi 5 variantdır, buradan seçə bilərsiniz. Zakrit bu pəncərəni bağlayır. OK, burada göstərilən məlumatı təsdiq edir. İndi burada biz şəkil yazmaq istəyirik. Yazırıq şəkil, seçirik. Şəkil 1, OK. Basırıq və burada şəkil 1 görsənir. Əgər istəyirsinizsə yalnız rəqəm görsənsin, bu əmrin qabağına bir dənə quş qoyuruz. Yalnız rəqəm görsün. Əgər sənəddə yalnız şəkillərdir, yalnız fiqurlardır, yalnız cədvəllərdir, onda belə variantı seçmək olar. Amma əgər sənəddə həm şəkil olacaq,
həm tutanaq ki cədvəl olacaq, həm fiqur olacaq. Onda quşu buradan yığışdırırız ki yazılsın şəkil 1, cədvəl 1 yaxud fiqur 1. Və bundan sonra siz şəkilləri seçəndə burada 2, 3, 4 rəqəmləri görürsünüz. Amma cədvəl seçsəz yaxud başqa bir obyekt seçsəz, onda yenə də burada 1 olacaq. İndi sizə göstərəcəm. Seçdik, okey. Və gördünüz şəkil 1 gəldi bura, ad. Əgər bunu formatlaşdırmaq istəyirsinizsə, seçirsiniz, yəni qaraldırsınız və kontekst menüdən formatlaşdırırsınız. Yağlı eləyirsiniz, kursiv yığışdırırsınız, tam rəngini qırmızı eləyirsiniz. Ölçünü buradan da artırmaq olar, yaxud da buradan 1-1 belə artıra bilərsiniz. Tam 12. Ortaya çəkmək istəyirsiniz. 3 variant var. Ya klaviaturadan Ctrl+M dala qaytaraq, yaxud Ctrl+Y dala qaytardım, yaxud da keçirsiniz Qlavnaya, Home tabına və buradan bu işarəni seçirsiniz. Görürsünüz, burada yazılıb Ctrl+Y. Keçdi ortaya. Baş şəkillə belə. İndi bura balaca bir cədvəl yerləşdirək. Biraz belə gətirək və bura bir dənə cədvəl yerləşdirək. Axırda. Belə. Keçirik. Insert. Vstavka tabına cədvəlləri seçirik və belə bir cədvəl yaradırıq. İndi bu cədvələ ad vermək istəyirsinizsə, cədvəli seçirik, keçirik reference ссылки tabına və buradan вставить название əmrini seçirik. Burada görürsünüz, avtomatik dediyim kimi sizə şəkil 2 görsənir. Sistem elə bilir ki, siz şəkil əlavə etmək istəyirsiniz. Çünki birinci obyekt şəkil idi və burada yazır şəkil 2. Amma bizə şəkil yox, bizə cədvəl lazımdır. Yəni tablitsa. Və cədvəl. Seçdiniz. O saat görürsünüz, rəqəm dəyişir. Cədvəl 1. Seçdiniz. Və burada bir şeydə fikir verirsiniz. Şəkli seçəndə sistem sizə yazını onun altında verdi. Yəni burada belə idi. Podvuzilnim obyekti. Cədvəllərdə isə sistem həmişə verəcək nadvuzilnim obyektim. Yəni obyektin üstündə yazı gələcək. Əgər istəyirsinizsə altında olsun, onda buradan seçirsiniz podvuzilnim obyekt. Yəni burada yazılacaq onda. Gəlin saxlayaq sistemin variantını nadvuzilnim obyektim. Okey. Görürsünüz, gəldi burada yazı. Yenə də formatlaşdırmaq istəyirsinizsə qaraltdınız, kursivi yığışdırdınız, yağlı elədiniz, qırmızı elədiniz. Buradan gəldiniz 12 elədiniz. Və belə. Şəkil 1, cədvəl 1. İndi keçidlərdən keçək. Çarpaz keçidlərdə. Burada nə edirik? İndi biz burada bu cədvəldə və bu başlıqları yazırıq. Canlı mərc üsulları gəl yazaq. Canlı mərc üsulları idman yarışları və totalizator. İdman yarışları və totalizator. Totalizator. Belə. Nəyə görə bu lazımdır? Siz kitab oxuyanda yəqin ki fikir veribsiz. Kitabın ya əvvəlində, ya axırında başlıqlar olur.
Yəni kitabda nədən söhbət gedir? Tutalım ki, kitabda 7-8 əsər var. Və o başlıqlarda yazılır ki, məsəl üçün, birinci əsər 2-ci səhifədən başlayır. İkinci əsər 5-ci səhifədən başlayır. Tutalım ki, 7-ci əsər 75-ci səhifədən başlayır. Və oxucu tez bir zamanda istənilən əsəri tez tapa bilər. Həmin başlıqları da burada yerləşdirmək olar ki, faylın içində istifadəçi lazım olan başlığı tez tapsın. Ümumiyyətlə keçid iki cür ola bilər. Bir xarici keçid, bir də daxili keçid. Xarici keçid nə deməkdir? Yəni Word-ün içindən siz tutalım ki, istənilən bir saytı aça bilərsiniz. Bunu gələn dərslərdə keçəcəyik. Bir də var daxili keçid. Bax, ona çarpaz keçid deyilir. Yəni siz Word-ün içində hərəkət edirsiniz. Baxın, biz bu cədvəli belə yaratdıq. Gəl bunu balacalaşdırım biraz. Və burada elə bil ki, bu faylın başlığıdır. İstənilən başlığı seçən kimi kursor həmin başlıqların qabağına keçəcək. Gəliz eləyək. Birinci canlı seçirik, yəni qaraldırıq. Keçirik bura, перекрёстная ссылка, yəni çarpaz keçid. Və burada bunlar bizdə başlıqlardır. Yəni ikinci səviyyəli başlıqlar. Ona görə burada başlıq seçirik. Zaqalovaq. İndi burada onu Azərbaycan dilində də eləmək olardı. İndi yoxdur. Başa salıram belə. Zaqalovq yəni başlıqdır. Seçdik. Burada lazım olan başlığı seçirik. Yəni canlı. Və bu quşu mütləq saxlayırsınız. Вставить как гиперссылку. Yəni giper keçid kimi qalsın. İndi başa düşəcəksiniz giper keçid nə deməkdir. Burada saxlayırıq tekst zaqalovka, yəni mətnin başlığı qalsın və вставить, yəni sənəddə yapışdır. Və bağlayırıq bu pəncərəni. İndi gəlin görək. Kursor görürsünüz burada durur. Bura keçəcək yoxsa yox. Yaxınlaşdırırsınız kursoru həmin mətnə və fikir verirsiniz kursora. Kursoru həmin mətnə yaxınlaşdıran kimi sistem sizə xəbərdar eləyir ki, bu giper keçiddir. Ctrl düyməsini basız və keçidə icazə verirsiniz. Ctrl düyməsini klaviaturdan basarıq və basan kimi fikir verirsiniz, kursor əl şəklinə dəyişir. I hərfindədir, latın I hərfindədir. Klaviaturadan Ctrl düyməsini basıram və kursorun forması əl şəklini alır. Mışqanın sol düyməsini basırsınız və görürsünüz kursor canlı başlığın qabağına keçdi. Gəlin bu əməliyyatı 3 dəfə təkrarlayaq. Seçdiniz. Çarpaz keçid, перекрёстная ссылка. Buradan seçirsiniz artıq mərc üsullarını. Вставить, yəni yapışdır və bağlayırsınız. İdman yarışlarını seçdiniz. Buradan bir də seçdiniz. Вставить, bağladınız. Totalizatoru seçdiniz. Çarpaz keçid, totalizator, yapışdır. Bağla. İndi gəliz baxaq bir-bir. Mərc üsulları keçdik. İdman yarışları, klaviaturadan kontrolu basmağa yadınızdan çıxmasın. Keçdik idman yarışlarını, görürsünüz kursor yanıb sönür burada və totalizator. Görürsünüz, belə əgər fayl çox böyükdürsə, tutalım ki 30, 40, 50 səhifə tutursa və oxucu istənilən başlığı tez seçmək istəyirsə, buradan, yəni vacib deyil bunu cədvəl şəklində eləyəsiz, elə belə sətirlər də eləmək olar. Buradan tez bir
zamanda istənilən başlığı seçib ora keçib və oranı oxuya bilər. Bugünə bu qədər. Təşəkkürlər.